Dünya crossover bazarı günü-gündən genişlənir. Bu segmentdə rəqabət getdikcə artır. İstehsalçılar müştərini cəlb etmək üçün ən müxtəlif üsullara əl atırlar. Müştəri isə hər zaman yenilik tələb edir. Məhz buna görə istənilən avtomobil, hətta ən uğurlu modellər belə mütəmadi olaraq restylinqlərə, yeniləşmələrə məruz qalır. Növbəti testlərin qəhrəmanı isə yeniləşmiş Opel Antara'dır. Xatırlayaq ki, Opel Antara ilk dəfə 2007-ci ildə işıq üzü gördü. Bu, Rüsselhemdə Opel'in mənzil qərargahında sıfırdan işlənilib hazırlanmış ilk crossover idi. Avtomobil biliciləri mənə etiraz edə bilərlər. Necə yəni ilk? Axı, hələ 1991-ci ildə Opel Frontera Cenevra avtoşousunda debüt etmişdi. Bəli etmişdi, lakin Frontera təmiz Opel deyildi. O, Yaponiyanın Isuzu istehsalçısının buraxdığı bir modelin Avropa variantı idi. İkincisi isə crossover anlayışından söhbət gedirsə, məhz Antara Opel'in ilk məhsulu sayılmalıdır. Avtomobilin eksteryerinə fikir verək. Nə dəyişib? Mən dərhal gözə çarpan yenilikləri qeyd edim. İlk növbədə faralar. Onlar yeni formalı və daha müasir görünür. Duman faraları da yeniləşib, yerini dəyişib, kuzov rəngli bamperə inteqrasiya olunub. Və əlbəttə ki, istənilən avtomobilin vizit kartı sayılan radiator toru. İndi Opel'in son korporativ dizayn üslubuna daha çox uyğunlaşdırılıb. Diqqətlə axtarsan, avtomobilin eksteryerində daha çox yenilik tapa bilərsən. İnteryerdə ilk baxışdan fərqli məqamlar azdır, lakin ilk baxışdan adi toxunuş yetər ki, materialların daha yumşaq, daha keyfiyyətli olduğunu hiss edəsən. Dayanacaq əyləcinin elektron düymə olması əlbəttə ayrıca qeyd olunmalıdır. Mərkəzi panel ənənəvi Opel stilində tərtib olunub. Yaraşıqlıdır, həm də bütün funksiyalar asan idarə olunur. Əlbəttə bu panelin ən tanınan, ən yadda qalan detalı yanmayan yerləşdirilmiş bu 3 hava reflektorudur. Olduqca orijinal yanaşmadır. Rəsmi diler testlər üçün Opel Antara'nın Cosmo komplektasiyasını təqdim edir. Bəzi avtomobilçilər belə təchizat barədə deyirlər. Fulun. Burada kifayət qədər iri ölçülü sükanı da qeyd etmək lazımdır. O elə rahat yatır. Ətrafa görüntü də yetərincədir. Hətta bu iri dirək də ətrafa görüntüyə mane olmur. Ümumiyyətlə, bu Opel Antara dəri salon, bord kompüter, cruise control, park pilot, yağış sensorları, ksenon işıqlar kimi bugünün tələblərinə cavab verən sistemlərlə təchiz olunub. Elektron aktiv təhlükəsizlik sistemləri də öz yerində. Bagaj bölməsinin həcmi adi halda 420 litrdir. Əslində elə bu da pis deyil, lakin arxa divan qatlansa bu göstərici 1000 litr də artır. Altı silindirli 264 at güclü mühərrik və yeni 6 pilləli avtomat sürət qutusu. Bu tandem Opel Antara'nı həm dinamik, həm də kifayət qədər qənaətçil avtomobil edir. Adi yolda avtomobil ön çəkişlidir, lakin ehtiyac yaranarsa ağıllı elektronika dərhal arxa təkərləri də işə cəlb edir və fırlanma anı 50-nin 50 nisbində paylanılır. Burada ABS və ESP sistemləri tam çəkiş sisteminə elə inteqrasiya olunub ki, avtomobil bir anlıq belə nəzarətdən çıxa bilməz. Və yoxuşda hərəkətə başlamaq üçün sürücüyə yardımcı olan Hill Start SS sistemini ayrıca vurğulamaq lazımdır. Ayağını əyləcidən çəkib qaza basana qədər o 1,5 saniyə avtomobil hərəkətsiz saxlayır, geriyə getməyə qoymur. Asfalt yolda istər hamar yol olsun, istərsə kələ götürlü yol, Opel Antara özünü gümrah hiss edir. Və sonda deməliyik ki, yeniləşmiş Opel Antara orta həcmli crossoverlə segmentinin ən maraqlı təmsilçilərindəndir. Bugünkü testlər üçün Opel Antara avtomobilini rəsmi diler Caha Motors təqdim etdi.